Bugün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Rayonun düşmən tapdağından qurtulmasından 5 il ötür. Əslən Laçın rayonundan olan Qartal Tikinti firmasının direktoru Şahin Məmmədov 44 günlük vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi şücaətdən danışıb. O, həmçinin Laçın rayonunda hazırda həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərinə diqqət çəkib. 2020-ci il dekabrın 1-də bizim ordumuz Laçına girdi və Laçın erməni işğalından azad oldu. Bu günü biz həmişə çox böyük sevinç ilə qarşılayırıq və Laçın işğaldan azad olan yeni biz böyük avtoyürüşdə təşkil etdik, sevincimizi bu cür büruzə verdik. Ümumiyyətlə Laçın strateji baxımdan çox vacib bir yerdə yerləşir ki, Laçının olunması çox vacib idi. Yəni Ermənistanla Qarabağ arasında bir maneə rolunu oynayır. Laçın çox vacib bir yerdədir və Laçının deyək ki, erməni işğalından azalmağı Azərbaycanın Qarabağın təhlükəsi üçün vacib bir məqam idi. Digər tərəfdən Laçının öz ənənələri Sultanbəydən tutmuş o vaxta kimi görülən işlər tələb edirdi ki, Laçın erməni işğalından azad olunsun. Təəssüf ki, biz gedib Laçını ermənilərin vandallıqlarını gördük, evlərimizi dağıtdığını gördük. Ancaq önəmli budur ki, bizim hökumət, Cənab Ali Başkomandan ordumuz Laçını azad etdi və Laçındakı bərpa işləri çox Laçınların ürəyincə oldu. Yəni, hər kəs deyək ki, öz Laçın şəhərində öz yaşadığı evə köçürüldü və bu da çox vacib bir məsələ idi və bu baxımdan yenə Cənab Prezidentə təşəkkürümü bildirirəm. Ancaq indi ikinci bir məsələlər ortada durur ki, Laçının kəndlərini də məskunlaşmanı, orada bir imkan yaradılsın ki, insanlar gedib kənd təsərrüfatı ilə məşğul ola bilsin, öz fərdi təsərrüfatını qura bilsin. Bir Laçında da bir məhsul bolluğu, kənd təsərrüfatı məhsullarının istehsalı vüsət alsın və bu yolla da məskunlaşma prosesi genişlənsin. Şahin Məmmədov bildirib ki, dövlətin bölgəyə qayğısı, infrastruktur layihələrin sürətlə icra olunması, Laçının sürətlə dirçəlməsinə zəmin yaradır. Mən düşünürəm ki, biz Laçınlılar, biz sahibkarlar, biz Laçının daha da tez məskunlaşması, onun yenə deyirəm, tutduğum strateji mövqeyə və eləcə də tarix boyunca formalaşmış ənənəyə görə Laçını qısa bir müddətdə bərpa edib, orada çox insanların yaşamağını təmin edək və hər ildə bu günü böyük sevinç ilə qeyd edir. Mən bütün Laçınlıları bu işğaldan azad olma günü münasibəti ilə təbrik edirəm. Onlara Laçınlı günlər arzulayıram. Şəmistan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.